Ev yapımı sushi deniyoruz. Evet kızlar, bugün evdə sushi hazırlayırıq. İlk dəfədir mən evdə sushi hazırlayıram. Bunun üçün düyümüzü hazırlamışam. Burada bir ton düyüsü var. Xiyarımızı gördüyünüz kimi doğramışam. Pendirimizi almışam. Krem pendirini. Onu aşağı elə. Belə norimizi almışıq. Yosun, salfetkalar. Sonra belə bambuk çubuğumuzu da almışıq. Buru şey eləmək üçün. Sonra mən Alaska krab hazırlayacağım. Bu arada Çin qızı görünümüm nətərdir? Yaxşıdırmı? Başımda çubuqla falan yığmışam. Yapoki almışam. Bunun üzərinə qaynar su əlavə edib 1-2 dəqiqə mikrovalnovkada bişirəcəm, yeyəcəyik, görək nətər dadır. Yapokinin belə acılısını almışam. Baxın, bunların hamısını əldə etmişəm Bravo'dan. Təbii ki, bunların yanında nə olmazsa olmazdı? Noodle. Bütün uşaqların demək olar ki, sevimli atışdırmalığıdır noodle. Belə bir noodle almışam. Bunu da ilk dəfə yoxlayacağıq. Birini 2 manat aldım. Bunun yol remendi nədir? Belə bir şey yazılıb. Bilmirəm, başım çıxmır. 2 dənəsi eynidir. Belə. Çox acılıdır. Bu da toyuqlu. Toyuqludur deyəsən bilmirəm. Bu kimçilidir. Kimçinin nə olduğunu kim bilir? Şəxsən mən bilmirəm. İlk dəfə də yoxlayacağam. Ümid edirəm ki, yaxşı olar. İşə əlcəklərimizi taxmaqla və bambukumuzu belə bura sərməklə başladıq. Biraz gözləyirik düyümüz soyusun. Çox istidir. Belə bir nodilərimizi açaq. Görək qırılmış ki. Qəşəng. Belə yosun listlərimiz sağ-salamatdır. Mən əslində balıq sevməyən insanam. Amma sushi sevirəm. Sushinin də hansını sevirəm? Balıqsız olanlarını. Bəli. Ya hot rollar xoşlayıram, ya da ki, belə krablı rollar. Mən də ən çox sevdiyim, məsələn, Alaska krab olduğu üçün onu hazırlamağı tərcih elədim evdə. Uşaqlar da balıqlı xoşlamır. Ya hot chicken yerik yeyəndə, ya da ki, bundan. Bir-iki videoya baxdım, onlar belə yeyirdilər. Sonra bunu bura qoyurdular. Sonra da bax, belə yayırdılar. Ay qızlar, mən bunun elə bil eninin uzunluğunu səhv elədim. Mənə gəlir, çünki bu gödək olacaq. Neysə, düyüsünü qoydum. Xiyar dilimləmişəm. Təbii ki, bir profesional usta kimi dilimləyə bilməsəm də, gəlin birinci krabını qoyaq. Krab çubuğumuz qırıldı çıxardan da, evi yoxdur. Olan işdir. Bunu belə qoyduq. Aha, mən əslində bununla yeməmişəm, bu krab çubuğundan yeməmişəm. Onu aşağı elə. O digər nazik, üzü daha qırmızı olan krab çubuqları varmı? Onunla yemişəm. Bununla bilmirəm dadı nətər olacaq. Qızlar, ilk dəfə də edirəm yəni. Bilənlər zəhmət olmasa bildiklərini özlərinə saxlasınlar. Gəlib burada ağızlarının qatığını dağıtmasınlar ki, ay bunu belə eləmirlər, bunu elə eləmirlər. Mən ilk dəfə də eləyirəm və öz bildiyim formada eləyirəm. Prosta istərdim ki, izləyicilərimlə bölüşüm. Bilən bilməyən gəlib mənə göstəriş verməsin. Zəhmət olmasa hamı göstərişini özünə saxlasın. Xiyar yaxşıdır mı? Bu bol olsun. Belə. İndi buna biraz da krem peyniri əlavə etmək lazımdır. Amma mən krem peyniri bol olanda sevmirəm. Sushi sanda yedim bir dəfə, krem peynirini bol eləmişdilər deyə yeyə bilmədim. Xoşuma gəlmədi. Yedim sona qədər, amma o ləzzəti ala bilmədim. O dadı ala bilmədim. Ona görə də krem peynirini çox az eləyəcəm. Bunun da təbii ki, bizim evimizdə sıxan olmadığı üçün qaşıqla qoyacam bacı. Bacılar. Neyiniyək? Batırın səsini. İndi gəldik zurnanın zırt dediyi yerə. Bunu nətər qatlayacağıq, bacılar. Başqa nəsə qaldım görün. Səhv mi qatlayıram bunu? Anladım. Bir də çəkəm. Qatlayamıram.
İlk dəfədir. İlk dəfədir heç olmaz. İlk dəfədir. Yoluna qoy. Tələsmə. Bu arada Çindən məni izləyən izləyicilərim varsa, zəhmət olmasa, burasını az eləmişəm. Bax, görürsənmi? Burasını mən doldurmalıymışam. Çindən bizi izləyən izləyicilərim varsa, bizlə əlaqə saxlaya bilərsiniz. Gördüyünüz kimi bugün sizin qızınız olmuşam. Başımdakı çubuqlara görə. Hələ istəyirdim Chinese make-up eləyəm. Sonra gördüm, yox, vaxt yoxdur acılar. Bunu nətər eləyirlər 4-cü olur bacılar. Söz aramızdır, əmərlicəni hazırladım. Qəşəkçi oldu. Bax, bunu belə 4-cü eləmək lazımdır. Belə eləmişdilər. Bir dəfə baxdım bir video. Bax, bu belə elədi. Tam. Streç kağızı da alım gərək. Bunu streçliyim böylərini. Hazır. Deməli doğruruq. Bunu bölürük birinci ortadan 2 yerə. Ya Allah, bismillah. Görün ki, boş deyil ki, yaxşı sıxmışam may qız. Mən də ilk dəfə sizlə görəcəm. Ay, az olub az içi. Ay Allah, gərək xiyarını çox eləyərdim. İçi az olub. Eyb yox, ilk dəfə üçün superdir. Belə. İlk dəfə üçün çox qəşəkdir. Dayan, hələ mən bunun dadına baxacağım. Bıçağımızı da hər dəfə batıranda isladırıq. Batıranda deyirəm, kəsəndə isladırıq. Hayda. Mən bunu nətər az eləmişəm üçün, yox, bir dəfə eləyəndə doldu. Az yox, yaxşıdır. Qəşəkdir da. Bir də eləyəndə tam dolduracam. Vaxtımız bitir qızlar, baxın, görün, belə çıxdı. İndi bunu yeyəcəyik.